1548-ci ildə Vezuvi vulkanı və Neapol şəhəri yaxınlığında yerləşən kiçik Nola şəhərciyində Filippo Bruno anadan oldu. Atası hərbçi idi. Döyüşdə bayraqdar vəzifəsində xidmət göstərirdi. İlə 60 dukat maaş alırdı. Müqayisə üçün demək lazımdır ki, Romada məmurlar ilə 200-300 dukat maaş alırdılar. Zədəgan nəslindən olan bu şəxs yaşamını sürdürmək üçün bostançılıq və bağçılıqla da məşğul olurdu. Çox kasıb yaşamları Bruno'nun xatirəsində dərin iz buraxmışdı. O xatırlayırdı ki, malikanənin divarlarında olan çatlardan evə ilanlar girirdilər və atası onu ilanlardan qoruyurdu. 11 yaşında Filippo Bruno Neapolə gəldi. Ədəbiyyat və məntiq elmini öyrənməyə başladı. Həmçinin oğlan fəlsəfə xadimlərinin ictimai çıxışlarına da qulaq asırdı. 1565-ci ildə o monastıra xidmətə girdi. Bunu ona görə etdi ki, pulsuz təhsil ala bilsin. 1566-cı ildə adəti üzrə başı qırxıldı və ona yeni Giordano ismi verildi və o rahib oldu. 20 yaşında Giordano Bruno teologiya elmi üzrə doktor adı aldı. 1572-ci ildə 24 yaşında Giordano katolik kilsə xadimini çevrildi. 1575-ci ildə Giordano bəzi çıxışlarına görə üzərinə diqqəti cəlb etdi. Giordano 1576-cı ildə Romaya gəldi və xəbər tutdu ki, onu qadağan olunmuş kitabların təbliğatında günahlandırırlar və rahib qardaşları İnkvizisiyaya onun haqqında çox mənfi şeylər yazıb göndəriblər. Giordano rahib libasını çıxardı. Mülki şəxs kimi İtaliyanın şimalına üst tutdu. O zamanlar rahib istədiyi zaman öz xidmətindən çıxa bilməzdi. Bu cinayət, günah idi. 1576-cı ildə Giordano Bruno bəzi zəngin ailələrin övladlarına qrammatika dərsi verirdi. Bax, elə həmin bu il 1576-cı ildə Giordano Bruno Cenevaya yola düşdü. Burada o Hugenot təriqətini qəbul etdi. Korrektor kimi çalışmağa başladı. Ceneva universitetlərin birində teologiya üzrə dərs verirdi. Sonra Bruno Cenevanın məşhur dini alimini tənqid etməyə başladı. Buna görə onu araşdırdılar, həbs etdilər. Hugenot təriqətindən məhrub edib qovdular. Bruno Lyona, Toulouse-ya, Parisə yollandı. Zəkası hamını valeh edirdi. Bir-birinin ardınca oxuduğu kitabları yaddaşında saxlamaq məharətində ətrafdakılar sehir, cadu görürdülər. Bir müddətdən sonra o Genya krallığına getdi və kralın sarayında xidmətə başladı. 1583-cü ildə İngiltərəyə yola düşdü. Orada 2 kitab nəşr etdi. Kosmos haqqında olan bu kitablar böyük marağa səbəb oldu. Onun teleskopu yoxdur, lakin bildirirdi ki, yer kürəsi öz oxu ətrafında fırlanır və günəş də bir ulduzdur. Kainatsa uçsuz bucaqsızdır. Ulduzlardasa sakinlər var və onlar yer üzərində olanlara nəzər yetirirlər. İngiltərədə, Oksfordda dərs dedi. Alimlərlə mübahisə edərək oradan ayrıldı. Parisə gəldi. Burada da dahi Aristoteli tənqid etməyə başladı. Bu ətrafdakıların qəzəbinə səbəb oldu. 1588-ci ildə Polşa krallığına yola düşdü. 6 ay Praqada Polşa kralının yanında qaldı. Dini tənqid edirdi. Burada o Luteran təriqətini qəbul etdi. Əlbəttə, bu hərəkəti də düz deyildi. Ümumiyyətlə Bruno hansı ölkəyə gedirdisə, oranın dini təriqətini
qəbul edirdi və münaqişədən sonra təriqəti tərk edib çıxıb gedirdi. Bəziləri üçün Bruno çox zəkalı bir insan, başqaları üçün isə dini tənqid edən Allahsız idi. Bruno Frankfurta yola düşdü. Monastırda qalırdı. Çünki onu heç yerdə görmək istəmirdilər. Elə bu vaxt Venetsiyada yaşayan zəngin sədəgan Giovanni Maçinyegadan ona təklif gəldi. O zamanlar həmin şəxsin ailəsi siyasi elita sayılırdı. Giovanni Maçinyega ailənin kiçik övladı idi. Karyerasını qura bilməmişdi. Heç bir sahədə uğur qazanmamışdı. Lakin Venetsiyalı Zaydegan rəssam və alimlərə himayədarlıq edirdi. Giordano Bruno'nun kitabları ilə maraqlanırdı. Bruno Frankfurtda artıq qala bilmirdi. Lakin Katolik İtaliyaya qayıtmaq təhlükəli idi. Onu orada inkvizisiya axtarırdı. Amma Venetsiya ayrıca bir ölkə idi. Onu dəvət edən insan da çox səviyyəli, qüdrətli bir ailənin övladı idi. Ona görə Giordano Bruno 1590-cı ildə Venetsiyaya yollandı. Onu çox gözəl qarşıladılar. Yüksək səviyyəli insanlar Bruno'nun fikirlərini dinləyirdilər. Onun Venetsiyaya gəlişi səs-küyə səbəb oldu. Giordano Bruno həmçinin Venetsiyada olan bir universitetdə kafedra almağı düşünürdü. Buna nail ola bilərdi, lakin kafedranı Qalileyə verdilər. Həqiqətən də Qaliley buna çox layiq olan biri idi. Giordano Bruno'nun Venetsiyalı tələbəsi elə düşünürdü ki, müəllimi ondan hansısa mətləbləri, məzmunları gizlədir. Bruno isə ona deyirdi ki, heç bir sir, sehir yoxdur və ona verəcəyi biliklər artıq bitib və o Frankfurta qayıdacaq. Mən səni hələ heç yerə buraxmayacağam. Zədəgan Bruno'ya belə dedi. 22 mayda Bruno əşyalarını toplayıb Frankfurta yolladı. Özü də yola düşməyə hazırlaşırdı ki, axşam qapı döyüldü. Maçinyega öz nökərləri ilə Bruno'nun otağına daxil oldu. Ona dedi ki, ya hər şey onu aldatacaq, ya da o Bruno'nu inkvizisiyaya təhvil verəcək. Bruno təhsil verməkdən imtina etdi və qorxmadan Zədəgana sərt cavab verdi. Bruno'nu çardağa apardılar. Qapını kilitlədilər. 23 mayda onu Venetsiyanın zindanına saldılar. Maçinyega onun haqda ərizə yazdı. Çox ağır cinayətlərdə onu ittiham etdi. 25-29 mayda da yenə ərizə yazıb onu Allahsızlıqda günahlandırdı. İstintaq zamanı Bruno'nun ən çox olduğu kitabxanaçılara müraciət edildi. Kitab satan şəxslər ona qarşı çıxmadılar. Onu heç nədə ittiham etmədilər. Kitab satanlar bildirdilər ki, Bruno çox alicənab bir cənab idi və onun dilindən Allahsız bir kəlmə belə duymayıblar. İstintaq çox pis vəziyyətə düşdü. Şahid lazım idi. Şahid isə yoxdur. Maçinyeganın dediyi fikirlərə isə Bruno aydınlıq gətirirdi ki, o bunları deməyib. Zədəgan Maçinyega onu düz anlamayıb. Lakin Giovanni Maçinyeganın Giordano Bruno'nu həbs etdirməsi xəbəri Romaya gedib çatdı. Venetsiyadan cinayətkarı onlara verməyi tələb etdilər. Sentyabr ayında Venetsiyaya yazılı məktub da göndərdilər. Roma və Neapolda Bruno'nun açıq qalmış həbs işi vardı. 23 fevral 1593-cü ildə Venetsiya Bruno'nu Romaya təhvil verdi. Zindanda Bruno
7 il qaldı. Bu Allahsız sayılan bidet insan üçün çox rekord bir müddət idi. Adətən belə insanları tez edam edirdilər. İnkvizisiya onun Avropa səyahətini araşdırırdı. İnkvizisiya Bruno'nun Avropa səyahətini araşdırırdı. Düşünürdülər ki, bəlkə hər hansı bir şəhərdə ona qarşı ittiham və ya şikayət ərizəsi yazılıb. Və həqiqətən də onlar belə ittiham və ərizələri tapıb topladılar. Bruno öz kitablarında yeni mənəviyyatdan danışırdı. Dinin təkmilləşdirilməsinin vacib olduğunu bildirirdi. Əmək və zəkanın insanların heyvanlardan ayırmasını sübut edən fikirlər irəli sürürdü. Titul və zənginliyə görə insanlara qiymət verilməsinə qarşı çıxırdı. Dini xadimlərin yalanlarını ifşa edirdi. Yerin öz oxu ətrafında fırlanmasından yazırdı. Kainatın uçsuz bucaqsız olmasını sübut edirdi. Roma papası 8-ci Klement Bruno'nun işinə şəxsən özü nəzarət edirdi. 1599-cu ildə Bruno'ya dedilər ki, bu sözlərini geri götürsün, günahlarını boynuna alsın, əfv olunmasını xahiş etsin. Lakin Bruno bunlara yox dedi. Tribunal ona 1600-cü ildə ölüm hökmü oxudu. Bruno'nun 52 yaşı vardı. Sübh çağı Çiçəklər Meydanı adlanan meydana gətirdilər. Öpmələri üçün onlara xaçı uzatdılar. Başqa keşiş xaçı öpdü. Bruno isə kilsə xadimlərinə baxaraq üzünü xaçdan çevirdi və tonqalı alovlandırdılar. Giordano Bruno'nu bidət insan kimi günahkar bilib edam etdilər. Əslində isə kilsə elmin gəlişindən, müxtəlif fikirlərin yaranmasından qorxduğu üçün bunu etdi. Edamdan sonra Giordano Bruno'nun şəhərciyinin yaxınlığında yerləşən Vesuvi vulkanı püskürdü. Zəlzələ oldu. Təkanlar Romada belə hiss edildi. 1998-ci ildə Giordano Bruno'ya bəraət verilməsi xahişinə Roma papası 2. Pavel Ohan rədd cavabı verdi və beləliklə İnkvizisiyanı müdafiə etmiş oldu. Giordano Bruno elmi fikrinə görə tonqalda yanmağı belə gözə alan bir şəxsiyyət idi. Onun günahı yalnız başqalarından daha zəkalı olmasıydı.